B variantı 103-cü sual. K-nın hansı qiymətlərində x kvadratı çıxılsın 2kx plus k kvadrat çıx 4 bərabər 0 tənliyinin hər iki kökü mənfi 2, 4 aralığında yerləşər. Əvvəla biz tənliyin köklərini tapaq. Bunun üçün əvvəlcə diskriminantını hesablayaq. Tənliyin d bərabərdir 4k kvadratı çıxılsın 4k kvadratı üstə gəl 16. 4k kvadratlar islah olar. Deməli, tənliyin diskriminantı 16-ya bərabərdir. Köklər düsturunu nəzərə alsaq, alaraq ki, x1 bərabərdir 2k plus 4 bölünsün 2. O da bərabərdir k plus 2-yə. x2 bərabərdir 2k minus 4 bölü 2. O da bərabərdir k minus 2-yə. Tənliyin köklərindən deməli biri k plus 2, digəri k minus 2-yə bərabərdir. Sual belədir ki, hər iki kökü mənfi 2, 4 aralığında yerləşsin. Deməli, k plus 2 4-dən kiçik, mənfi 2-dən böyük olmalıdır. K minus 2 də 4-dən kiçik, mənfi 2-dən böyük olmalıdır. Birinci bərabərsizlikdən, 2 qat bərabərsizlikdən alırıq ki, k 2-dən kiçik, mənfi 4-dən böyükdür. İkinci bərabərsizlikdən alırıq ki, hər tərəfə 2 əlavə etsək, 6-dan kiçik, 0-dan böyükdür. Bu iki bərabərsizliyin kəsişməsi olaraq alırıq ki, k 0 ilə 2 aralığına daxil olmalıdır. Deməli, 103-cü sualın cavabı A bəndidir.